Bismillahirrahmanirrahim. Ulu Tanrının adı və yadı ilə beyin mühəndisliyinə qarşı Türkcə əski kitablar proqramının 398-ci bölümünü başlayıram. Xeyirli olsun. Gedək görək bugünkü kitab nədir? Dünənləri bir keçmiş cəlsədə bir kitab açdıq. Adını yazmışlar Divan-ı İnci xanım. Amma oxuduq, orada gördük ki, İnci xanımdan ad yoxdur və axtardıq, tapdıq ki, bu kitab bir məcmuədir. 50-dən çox şairin şeirlərini orada toplayıblar, 600 şeiri orada toplayıblar. Əlbəttə ayrı yazılar da için var idi. Bu kitab əlyazma idi. Neçə yüz il bundan qabaq, hududən 400 il bundan öncə yazılmış bir kitab, ən azı 400 il bundan yazılmış bir kitabdır. Çünki kitabın içində iki yerdə ən azından gördük, bu kitabı alıb satanlar tarix qoyublar. O tarixin üzü ilə bu kitabın ən azı, yəni ən son satılan zamanı ki qoyulubdur 1099-da, yəni 348 il öncə və ondan bir öncəki satış alım satışda 1066, yəni 381 il öncə yazılmış bir kitab idi. Və orada ən azından 5 cürə əl yazı ilə qarşı-qarşıya qaldıq. Gedək görək ki, bu günləri və orada müxtəlif şairlərdən, çox fərqli şairlərdən şeirlər toplamışdılar. Gedək görək bu günləri Məntiqi Teyri Nəvai Həzrətləri bizə nə deyəcəkdi onu gördük və bir də Məcmuətüs Sənayi. Öncə də fikirlərim bu iki dananı görmüşəm. Belə nəzərimə gəlir, mənim zehnimdə belə bir şey var. Amma gedək görək əvvəl Məntiqi Teyrə baxaq, Həzrəti Nəvai Həzrətlərinin şeirinə. Bu Məntiqi Teyrin Fransada saxlanmasını burada görürük. Səfənin birinci və ehtimalən ikinci səfələri, bəli, PDF-in birinci və ikinci səhifələri kitabla ilgili deyil. O yer ki, bu kitabı saxlır Fransada, onunla ilgili məlumat qoyublar burada. And Turkic Oriental Tradition par ehtimalən şey mənası nə olacaqdı? Yəni yazan Mir Əli Şir Nəvai Du Məntiq Əl-Teyr. Adı da bu olacaq. D kimi biz şey deyirik. Bunlar şeydən gediblər. Yəni İspaniya dilində özəlliklə və bu gördüyümüz kimi əlamda du işlənir, du da. Bunlar da Fransa dilində, ərəb dilində əl sözü gedib ora, o cürsə işlənir. İngiliscədə D işlənir. Kitabın baxaq görək ki, özü nə durumdadır, bir onun durumunu görək. Mənim gözümün xəstəliyi iş verir əlimə. Yəni biraz kitabı görək böyüdəndə çox böyüyür, olmur. Elə bu qədər qalsın. Kitab cildinin üzünə parçadan bir parça ilə, yəni bir deyək ki, bir kərbasla ya bir çit ilə kitabın üzünə cild çəkmişmişlər, cildin üzünə cild çəkmişmişlər ki, gözəl görsənsin və onun içində bilirik, cild məmulən çox qalin bir kağızlardan ya kardondan ibarətdir. Biz karton deyirik Təbrizdə, da bilmirəm, qardon deyirik, qardon. Yox, bunlar İngiliscə cardboard deyirlər də, həman olur, fikirəm elə şey olacaqdır. Bu qalin olur və kitabın saxlır bir yerdə, əzilən də deyil rahatlıqda. Onun burada görürük ki, o parça işlənib və cırılıb. Təqribən çox yeri sökülübdür, suyun getməsini də onun üstündə görürük. Təbiidir bu, yağışda, suda, hər şeydə ola bilər. Amma kitabın çürməsini görürük. Yəni o parça ilə bərabər o cild çürüyübdür, hər tərəfdən bu görsənir. Cildin içini açırıq, görürük cildin içi biraz salimdir və bu çox gözəldir. Burada Türk 996-cı adla bir şey görür, yəni nömrə görürük. 1513 deyə də bir tarix ehtimalən ola.
Bu ola bilər ki, 1513 miladidə bu kitab alınıbdı, satılıbdı, nə cür olubdu, ya da ki yazılıbdı, onudur. Bir ayrı səhifəyə keçirik. Bu səhifə rəngli fərqlidir və ondan sonra bir neçə səhifəyə keçirik. Burada 1900 ilində bu kitab gedib yetişibdi o kitabxanaya, ya o mərkəzə ki, Fransadadır. Yəni 125 il öncə bu kitab gedib ora. Kitabın əvvəlində indi bir yazı ki görürük. Əvvəl kitabı tərsə yönündə, indi baxarıq görürük biz kitabı tərsə baxırıq, yoxsa o tərsədir. Mən belə gəlir ki, bəli, o tərsədir. Biz tərsə baxmırıq. Bu səhifədə ki görürük, kitabın tərsə çeviriblər, Kitab-ı Nəvai deyə tərsə bir yazı yazıblar kitabın başında. Kitabın aşağı tərəfinə su keçibdi. O suyu bu kağızlarda görürük. Kitabın ortasından üstə tərəf, həm də vərağın ağzına tərəf orada bir yazılar yazılmışmış, yenə tərsə, amma onu qərələyiblər, görsənməsin. Amma ağa oxunur. Ağa sözü oxunur, ehtimalən bir adamın adı imiş, onun haqqında bir şeylər yazılmışmış. Hətta bəlkə Əsəd sözü də oxuna bilər. Bununla belə ki, tərsə baxıram. Sonra bu birisi səhifəyə keçəndə bir ayrı yazı görürük. Görün bu nə yazı oxuna bilər ya yox. Bir dənə Fransızca yazı yazılıbdı. 996 o kitabın nömrəsi olacaq. Amma burada bir ayrı xətt ilə bir dənə möhür var və onun üstündə bir ərəbcə bir yazı var. İsmət Mustafa Əfa Anhu. Ehtimalən istənsəxə, ehtimalən istənsəxəhu əl-əbdül müznəb İsmət Mustafa Əfa Anhu. Ehtimalən belə oxudum ki, bunu nüsxələyən adam, istinsaq eləyən adamın adı İsmət Mustafa. Amma bu xətt kitabın içindəki xətt ilə olmadığı üçün düz deyil. Yəni bəlkə fəqət bunu yazıbdı, bu kitabı alan yazıbdı ki, kitabı kim istinsaq eləyib, onu yazıbdı. Bu qədər, yəni kitabın içindən bir məlumat seçib burada yazıbdı. Kitabın içinə keçəndə, yəni yazı bölümünə keçəndə görürük ki, çox əla deyirəm, yəni bir təzhiblə qarşılaşırıq birinci səhifədə. Kitabın qırağında üst tərəfdən bir 5 sm aşağıda, 4 sm aşağıda bir ləkə var. Həm su, həm bir camid bir şey. Məsələn, ola bilər ət parçası olsun, yemək parçası olsun, meyvə parçası olsun. Düşübdü kitabın üstündə, rəddi qalıbdı. Hətta deyə bilərəm, biraz qəhvəyə bənzir. Yəni, ola bilər ki, qəhvə kimi bir şey olsun. Amma bu təzhib çox bir vurum, yekəsin bunu görək. Fərqli təzhibdir. Bu təzhibi biz Nəvai Həzrətlərinin və Hərat mərkəzli Türk Mədəniyyət Ocağında görməmişdik. Bu fərqlidir, çox fərqlidir. Bir bu ki, bu bir dənə fərş kimidir əslində. Aşağıda haşiyə, ləvərlər, haşiyə, balaşiyə və mətn. Sonra bu mətnin içində haşiyədə güllər bir-birinə əllərin veriblər, fərşi dövrəsini qucaqlayıblər. Bu düşüncələr ola bilər, bir külliyyəti yaradır və qoruyur. Düşüncələr ola bilər. İndi din düşüncəsi. Özü də bu çarçivələr ki vardı bunun dövrəsində, ləvər deyirik, haşiyə deyirik. Bunlar hamısı bir şeyi qoruyur. Yəni neçə layədə qorumaq görsənir, neçə qatda qorumaq görsənir. Hər qatın özünün bir qoruması var. Hətta bunun ortasında, yəni cəbə ya fərşin ortasında əsli mətnidəki toplum hesab olur, ya düşüncənin, məsələn, din hesab olur, hansısı olur. Burada da bir dairə model, bir şeylər bir-birinə uc tərəfdən, bir tərəfdən, ortadan, yəni bir-birlərinə düyünlərərək, fırlanaraq bir-birlərinə davam eləyiblər. Bir-birinin davamıdır. Bu, nəsillər boyu gelişən bir şeyi də anlada bilər. Bunun ortasında, birinin ortasında yazısı, yəni nəxşəsi fərqlidir. Orada kitabın adı ya Bismillah ola bilər ki, təəssüflə burada görə bilmirik. Mən biraz o üzə çönüm ki, burada, bəli, içində yazı var, amma burada bu əksidə görsənmir. İlləti şayət bu ola ki, ora
o rənglə yazılıb ki, elə mətni də odur. Biraz ondan fərqli, bəlkə qızılla yazılmış ola bilər bir şey. Burada da yenə görürük ki, o dairələrlə, dairələrin böyründəki yerlərin arasında bir ilgi yenə var. Amma dairələr ixtisas daxı, məxsus daxı, özəl, misal alimlər kimi, sufilər kimi və o birisi toplumun içindəki başqalar da, onlarda da inanc var, onlarda da aynı düşüncə var, amma biraz fərqli. Bu onu göstərə bilir. Sonra bunun üstündən bir qabaqçılarda məsid haləti olurdu, yəni günbəz olurdu. Burada o günbəz haləti müstəqil deyil, buna yapışıqdır. Qabaqçılarda da yapışıq idi, amma bunda yapışıqdır. Bəli, burada daha o günbəz haləti yoxdur. Burada bir gül haləti var. Və gülün dövrəsində o toplumun içindəki, yəni o fərşin mətnin içindəki nəqşələr burada da onun dövrəsindədir. Sonra bunun üstündən ulduzlar kimi bir şeylər göyə gedir. Onlar toplumdan düşüncə çıxsın topluma ya şeyə o anlamı gətirir. Yazının dövrəsində, kitabın yazısının dövrəsinə bir şey çəkiblər. Nə cür deyim? Çarçıvə çiziblər. Bu çarçıvənin bir abı rəngi var, sonra ağdır, 1 millimetrdən 2 millimetrə yaxın. Sonra bir nazik, çox nazik mikrometrlə abı xətti, sonra bir sarı ya qızılı rəngidir, sonra bir yaşıl xətti, sonra bir abı xətti, sonra bir qələ xətti ya qırmızı. Mənim gözlərim bunu təşxis verə bilmir. Hər iki tərəfdən kitabın baş tərəfi açıqdır, göyə gedir, aşağı tərəfi təbiətən bağlı olacaq yerə, topluma getdiyi üçün. İkinci səhifəyə baxırıq. PDF-də hər səhifə kitabın bir səhifəsini ihtiva edir, içinə alır. Biz də onu o cürsü görürük. İkinci səhifədə aynı sütun çarçıvə çizmək davam edir. Abı xətlə ağ, bir qırmızı ya qərə, zeytuni, tazaşdan qırmızı ya qərə və tazaşdan ağ və tazaşdan bir abı, belə bir şey görsənir. O birisi səhifələrdə davam edir. Amma burada ortada bir qırmızı yazı görsənir. Münacat Qazi Hacat Həzrətida öz təqsiratinin şərməndəliği da və oldin məzəllət və oldin, yəni ondan və oldin məzəllət tufrağına sərəfkəndəliği da. Bu haqda, sərəfkəndəlik haqqında şeirin bir çarçıvə dizibdir. Şeiri əvvələn səfhəni və şeiri 4 sütuna bölübdür. 4 sütuna. Hər sütunun arasında 1 santimetrdən biraz az, bəlkə 8 ya 7 millimetr enində bir açıq yer qoyub, iki tərəfində onun cizgilər cizibdir. Bir 2 dana xəttinə, bir dana xəttinə yox. Beləliklə şeiri 4 yerə bölübdür. Əcəba bu bir dana oxunur, ruznamə kimi oxunur, qazet kimi oxunur, sütunu gəlir aşağı, yoxsa davamıdır. Davamı olursa bu bizə çox əcib olacaq. Çünki indi 2 sütun üstədir, başdan gəlir, vəsətdə ad vardı, bir kadr düzəldiblər, bir yer açıblar, orada şeirin adını yazıblar. 3 beyt üstdəkilər gələ ola, ondan sonra gələ aşağıdakılar bir-biri ilə gələ. Oxuyanda görərik ki, bunu nə cür həll eləyəcək. Kitabın dediyim kimi burada hala o şey davam edir. İkinci səhifədə də bir ayrı şeir görürük, yenə ayrı vəziyyətdə. Biraz bu fərqlə ki, üstdə 3 beyt, 2 beyt. Üstdə 4 sütunun 4-ündə edilir, ortada 2 ortadakı sütunun içində bir ad görürük. O ad olan yerdə şeirdən xəbər yoxdur. Yenə də bunu oxuyarıq, görürük necədir. Xətt çox gözəl və əla bir şeydir. Amma tüm Əmir Əli Şirinəvai Həzrətlərinin dövründə türk mədəniyyətinin demişik 4 dana ocağı var. 4 dana qaynağı, əsli mən gördüyüm buracan gördüyüm kitablarda biri Hərat mərkəzlidir, biri Osmanlı mərkəzlidir, biri Azərbaycan mərkəzlidir və biri də Qaramanlar mərkəzli ki, bu gün Ukraynada yerləşirlər, ora mərkəzlidir. Əlbəttə ki, buradan əlavə Çində olan türklər və Türkmənistan, Qazaxıstan, Tataristan, bunlarda da %100 bir qaynaqlar, türk dili qaynağı və təməddünü yazı qaynağı onlarda da olacaqdır. Amma mən buracan görməmişəm onları, onun üçün onları demirəm. Bu
Cığatay dilində yazılmış bir kitabdır və məntiqi teoridən də bəlli olur ki, bu şeydir. Hər şeir qutarandan sonra ona taza bir şeirə keçəndə bir kadr açır. İki sütunun arasında, ortadakı sütunu, iki dana sütunu yarır. Onun ortasında bir kadr düzəldir, bir cəbə düzəldir. O cəbədə adı yazır. Sonra o şeir başlanır. İndi hardan başlanır, davam edir. Orası mənə biraz bunları oxuyanda baş tapacaq. Birində indi burada bu səhifədə 3-4 dana görürük. Bir dana hekayətdir. Əmir el-Möminin Ömər Faruq rəziyallahu anhu vəsfida hekayət yenə. Ondan sonra Əmir el-Möminin Üsman Zunnureyn rəziyallahu anhu. Zunnureyn demək bilmirik bəzimiz, amma bilməliyik ki, Həzrəti Peyğəmbərin 3 qızı var. Bunlardan biri çox cavanca ölübdür, Allahın rəhmətinə gedibdir. Fatimə-i Zəhra adı ilə Həzrəti Həsən Hüseyn və Zeynəbin anasıdır. Həzrəti Əlinin xanımısı və tez 18-19 yaşında, bəlkə biraz gec, biraz tez, çünki biz çox tarixi o zamanı bilmirik. Onun üçün Allahın rəhmətinə gedibdir və 2 ayrı qızı var ki, Osman Həzrətlərinin xanımları olublar. Əvvəl bir qızını Həzrət Məhəmməd veribdi Osmana, o Allahın rəhmətinə gedəndən sonra ikinci qızını da yenə veribdi ona. Bunlara nur deyirlər, çünki Həzrət Məhəmməd özü nurdur. Zunnureyn, yəni 2 dənə nurun sahibi ya 2 nur sahibi, 2 nur sahibinin nə mənası yazıb burada? Zunnureyn, 2 nurun sahibi, işıq sahibi. Beləsi. İşıq, nur da işıqdır. Bizlərdə təəssüflə şiələr bu 2 qızı görmürlər. Şiələr mənafiləri üçün baxırlar. Həmişə Qur'ana da. Məsələn, inqilabdan bu üzə bir Sazman-ı Mücahidin Xalqi İran adında bir təşkilat vardı. Onun armında ya amblem deyirlər ehtimalən Azərbaycanda, onun üzərində bir Qur'an ayəsi var. O Qur'an ayəsi üçün onların şeyində yazılıbdır, istifadə olmaz İranda. Onu danışmazlar, onu deməzlər. O halda ki, ən önəmli ayələrdən biridir. Yəni, önəmli, Qur'anın hər ayəsi önəmlidir. Amma o ayə savaş üçün, güc üçün çox önəmli bir ayədir. Amma onu işlətməzlər və qadağan kimidir. Yəni, əslində deyilməsə də, yazılmasa da qadağandır. Onun üçün mənfəətlərinə baxarlar şiələr. Harda hansı hədis yalan ya doğru mənfəətləri üçün onu istifadə edirlər. Hansı hədislər onların mənfəətləri üçün olmasa, onu da qırağa atarlar. Zunnureyn də onlardandır ki, məsələn, o qızların görməzlər. Necə ki, imamların da bəzi övladların görməzlər. Kitab aynı çərçivə ilə, aynı yazı ilə davam edir. Mən bunu biraz kiçildim ki, səfərin hamısını görək və 4 sütunla gedir və hər yerdə ki, lazım görür, o kitabı dayandırır şeiri. Onun arasında sonki bölüm nə olacaq, onun adını yazır, onu davam edir və yenə də gedir. Kitab, əslində bu kitab, bilirsiniz, çox dərbar üçün yazılıb və dərbar yazıb əslində. Bunun 3 tərəfi daimən həmişə çox yer qalır. Həm əgər biri yazsa yazsın, həm də gözəllik üçün. Kitabın da boyu eyni çox uzun olur qaidətən. Onun üçün də bu yəni fərqli bir kitabdır. 46-cı səhifəyə gələndə görürük ki, kitabın içinə su dağılıbdır. Oradan buradan təəssüflə ya da ki, ya su dağılıb, ola bilər su olsun, mənə su gəlir, amma ola bilər ki, bunun o qədim kağızların üstündə daha yazı qəşəng yazılsın, uzun zaman davam gətirsin, xoş görünsün deyə bir ahar sürtürdülər və bu ahar qalırdı. Mənə gəlir ki, su tökülübdür. Amma belə də görünə bilər ki, bu ahar dağılıbdır. Hər halda yazılar gediblər. Bəzi yerdə bu yazılar xəsarət görübdür, gedibdir. 47-ci səhifədə bir miniatura rast gəlirik. Çox əla bir miniaturdur. Başında yazı, yəni miniaturun için tozih verir, nədir, nə deyil. Ehtimalən Həzrəti Rəsul qəziyyəsi olacaqdır.
Çünki hər halda bu mən oxumadığım üçün də bilmirəm, bəli başında bunun çoxlu yazılar var. Bu aşağısında da yazılar var. Ortada şey var. Cəlibdir bunun yazıları üç cürədir. Bir iddəsi şeirdir, yazıdır. Bir iddəsi məsələn məscidlərin başında, günbəzin dövründə ya başında bir yazılar yazılır Quran ayəsi kimi. O xəttindən və o şəkildə yazılıbdır. Bir danası da ehtimalən yenə şeir olsun, amma fərqli bir rəng ilə yazılıbdır. Ona görə 3 dana dedim. Ortada da neçə dana ulduzu? Bu ulduzun 3. İsrailin ulduzu var. İsrailin 6 cuşəli. İsrailin ulduzunun neçə cuşəsi var? Bu biraz mən indi şey elədi. İsrailin ulduzu. İsrailin ulduzu. Bəli, İsrailin ulduzu 6 cuşəsi var. Bunun da 6 cuşəsi var. Burada bu İsrailin ulduzu görünür. Əcəba türklər 5, çünki İsrail taza bir şeydir. Bunu nəzərdə tutaq. İsrail keçən Birinci Dünya Savaşdan sonra ortaya çıxan bir varlıqdır, siyasi varlıqdır. Doğru, tarixi, coğrafiyayı bir varlıq deyil. Bir zor varlığıdır, bir istimar, bir işğal varlığıdır. Onun bayrağı keçən 100 ildə düzəlibdir. Amma bunun ondan bir ayrı fərqi var. Onu da deyim. Düzdür, indi ulduz 6 və İslamda bu təqribən İslam deməyək, müsəlmanlar arasında 6 ulduzlu olub olmayıbdı. Onu soruşa bilərik Google-dən ki, mən bunu gedim burada soruşum. Əcəba müsəlmanların tarixində özəlliklə də türk müsəlmanların tarixində 6 qanadlı ya da 6 yapraqlı ulduzlar sembol olarak seçilibdir mi? Əcəba bayraq olarak varlıq bulub mu? Bu birinci biraz siyasidir, amma yəni bu şeyi axtarmaq üçün bir araşdırmaq. Bəli, mütləqa tarix boyunca 6 qanadlı ya da 6 yarpaqlı ulduz şeir və tarix dilində Möhrü Süleyman ya da Xatəmi Süleyman olaraq bilinən simvol. Yəni bu indi Möhrü Süleyman ya Xatəmi Süleyman Yahudilərə gedir. Süleyman həzrətlərindən söz getir. Süleyman Qanunidən, Sultan Süleyman Qanunidən söz getmir. Xatəmi Süleymani deyə ya Xatəmi Süleyman bu Həzrəti Süleyman peyğəmbərdən söz gedir, onunkudur. Müsəlmanların özəlliklə də Türk İslam dünyasının ən önəmli və ən çox əşyadan görüverən müqəddəs simvollardan biri olubdur. Və 6, yəni 6 yarpaqlı. Bir də oxusam bunu.
Bəli, mütləqa tarix boyunca altı qanadlı ulduz müsəlmanların, özəlliklə Türk İslam dünyasının ən önəmli və ən çox e, eşyadan görü verən müqəddəs simvollardan biri olubdur. Bu simvolun sufizmdə dövlət düzeyində və hətta bayraqlarda çox dərin bir yeri vardır. Yəni oğurlanıb da əslində bu şey. Əlbəttə dedim, Süleyman peyğəmbərdən gəlir, biz də almışıq. Bu qonunun tarixi görümünü və bayraqlar necə yer aldığını belə bayraqlarda necə yer aldığını belə açıqlaya biləriz. Simvolun məni və dini kökləri. Müsəlmanların inancına görə Süleyman peyğəmbərin üzücünün üzərində bu altı guşəli ulduz var idi. Və o, bu üzük sayəsində dünyaya, heyvanlara və cinlərə hökm edərdi. Bu üzdən Türk İslam sənətində bu simvolu daşımaq hakimiyyət, qüdrət, qurma və bərəkət mənalarına gəlirdi. Özəlliklə sufilər və mizan yazan və mizarə yazan, mizarə nə deməkdir bilmirəm, ustadlar bu simvolu ruhun yüksəlişi və yaradılışın düzəni olaraq görüblər. Türk dini və dünyəvi dövlət bayraqlarında istifadəsi. Bu simvol yalnız mimari abidələrdə deyil, rəsmi bayraqlarda da özünə yer tapmışdır. Tarixdə bu bayrağı ən bilgili şəkildə kullanan Türk dövlətləri və bilgiləri bunlardır. Yəni bilə-bilə bu işi görüblər. Karaman Oğullar Bəyliyi ki, dedik bir Türklərin bir dil və qaynaq uyğarlıq mərkəzidir, ocağıdır. Karaman Oğulları Bəyliyi ən açıq örnəkdir. Karaman Oğulları Oğuz türklərinin Avşar boyundan olaraq öz rəsmi bayraqlarında altı qanadlı göy ya da qırmızı ulduzu kullanmışlardır. Bu bayrağın təsviri tarixi dəniz xəritələrində, özəlliklə Katalan atlasında bəlgələnmişdir. Yəni, nəqşələrin üstündə gəlibdir. Katalan adında bir nəqşənin də üstündə deyir gəlibdir. Candar Oğulları Birliyi. Bu birincisi, yəni bu Karaman Oğulları, dedik bu günləri harada yaşırlar? Mən bu həmişə burada biraz müşkilə düşürəm. Rusiya ilə savaşır ora, indi orada yaşırlar. Candar Oğulları Birliyi, Bəyliyi, üzr istəyirəm. Qaradəniz bölgəsində qurulan bu türk bəyliyi də bayraqlarında yenə altı guşəli ulduz və bərəkət və güc rəmzi olaraq seçmişlər. Osmanlı dəniz qüvvələri və Barbaros Xeyrəddin Paşa, Osmanlı İmparatorluğunun ən önəmli kapitanı dəryası, dəniz qüvvələri kadroları kumandanı olan Barbaros Xeyrəddin Paşa qələbə bayrağının tam ortasında yaşıl rəzmi nə deməkdir? Yaşıl zərmi üzərində böyük bir altı qanadlı ulduz Möhrü Süleyman deyə yer alırdı. Dənizçilər dənizlərin düzəninə hökm etmək və tufanlardan qorunmaq üçün Süleyman peyğəmbərin bu nişanına sığınırdılar. Bəs bu da Osmanlıda altı qanadlı işlənibdir. Siyasi olaraq görürük ki, biz 3 yerdə buradan işlənibdir. Mimari və mədəniyyətdəki yeri. Bu altı yarpaqlı nizam Türk memarlığında gözlüyü olubdur. Türk memarlığının da gözlüyü olubdur. Səlcuqlu və Osmanlı dövrünə aid məscidlərin mihrablarında, cumbularında, cumbu nə deməkdir bilmirəm, qapı turtularında, bu da yenə turtular, qapı turtuları ehtimalən dövrəsi olacaqdır. Sircə olan sikkələrin
üzərində və hətta padişahların tilismi köynəklərində bu sembolun işləndiyini görürüz. Müsəlman türklər üçün bu ulduz heç bir zaman başqa bir dinin həsri olaraq görülməmiş. Əksən öz mədəniyyətlərinin müqəddəs və gök üzü ilə bağlantılı bir parçası olaraq yaşadılmışdır. Tamam. Bu qədər bizi görər bu ulduz haqqında. Dedim, bu ulduzun bir fərqi var. Bu ulduz bir altı qanadlı, altı zaviyəli, altı açılı bir həndəsi şəklin içində yer tapıbdır. Fərqi ondan buradadır. Yəni bu Davudla burada fərq edir. Hər halda bu dediyim kimi mütəəssifanə müsəlmanlar Yahudiyyətin kölgəsi altında yaşayıblar ömür boyu. Quranda da 28 peyğəmbərdən 20-si Yahudidir. Quranın %5-i Yahudilərə ixtisas tapıbdır. Məfhum olaraq, qavram olaraq %90-ı hududən ya 95-i Yahudilərə şey olubdur, məfhum olaraq oradan gəlibdir. Amma kəlmə olaraq %99-u ərəbcədir və peyğəmbərlərdən 8-i ya 5-i qeyri-Yahudidir. 20-si Yahudidir. 28 peyğəmbərin adı var güya Quranda. Beləsi bir şey. Kitabı biraz hızla gedirəm. Burada 54 və 55-ci səhifədən o üzə başlanan bir vəziyyətdə o 4 sütunun indi ortada ad qoymadığı üçün onu kəsməyə məcburdur ki, biraz ona rəh versin kitaba, eyni bir ruznamə kimi getməsin. Gətiribdir, ortadan iki yerdən şeiri kəsir, başdan başa 4 dananı ayrı-ayrı kəsir. Onların içində müvərrəb olaraq, əyri olaraq hərəsində bir şeir yazır. Hərəsində bir beyti, bir misrə şeir yazır. Beləliklə kitaba bir tənəvvü verir. Gəlirik 57-ci səhifədə yenə bir miniatürlə görürük ki, ehtimalən Doğuzları vurublar, öldürüblər ya da ki şikargahdadılar. Amma adamların da əlində silah yoxdur. Bu nə cür bir şey olacaq? 60-cı səhifədə də bir miniatürlə yenə qarşılaşırıq. Bu da cəlibdir. Çox bir anlamlı bir şeydir. Və kitab 70-ci səhifədə bir ayrı miniatürlə qarşılaşırıq. Ehtimalən burada Moğol padişahlarından biri olacaqdır. Ehtimalən əksinə görə 72-ci səhifədə kitabın içində bir şey tökülübdür kitabın içində. Rəngi biraz şey olubdur. Ehtimalən hətta beləsi bəlkə desəm pişik ayağı burada mən görürəm. Biraz gülməli olar, amma rəngə batırmış ayağın ya bir şeyə batırmış ayağın kitabın üstünə qoyub qaçıbdır. Belə bir şey görünür. Yəni burada bilmirəm pişiyin pəncəsində neçə barmaq var. Burada biri arxada, 1, 2, 3, 4, 5 danası da qabaqda görünür. Bir də üstdə orada burada o rəngi biraz azalıbdır. Yəni çox ehtimalən pişik balasına bənzəyir bəlkə. 73-cü səhifədə bir ayrı miniatürlə qarşılaşırıq. Ehtimalən burada bir adam torpağın içində, yəni qəbrin içindədir. 2 dənə ilan ondan uzaqlaşır. Onun da əli açıqdır göyə tərəf, amma torpağın içində olacaqdır. Çünki torpağı ayrı rəngdə çəkibdir. Burada ehtimalən bir arxada bir nəqqaşı ola bilər bura, ya da bir şey tökülmüş ola bilər. Hər halda bunu təşxis verə bilmirəm ki, bu nəqqaşidir. Məncə nəqqaşidir, amma ola bilər bir ayrı bir şey də olsun. Anlaya bilmədim. Keçdik və bu qədər görər. Kitabın 88-ci səhifəsində yenə də biraz o hekayələr dönür, kitaba qayıdır. 196-cı səhifədə bir çox əla bir miniatürlə qarşılaşırıq. Zahirən
bir bulaq başıdır. Zahirən belə gəlinir ki, bir bulaq başıdır. Bir nəfər indi orada məst olub ya yatıbdır və bir nəfər də gəlib onu görür, amma özünə bənzir. Yəni onun özünə də bənzir. Ola bilər ki, amma çox gözəl bir at hıcadı, çox gözəldir. At uzaqdadır, amma çox da yekə görsənir. Kitabın dediyim kimi əvvəldən bu bəzi yerdə görmədim, yadımdan çıxdı. Aşağıda çox su gəlibdi kitaba. Heyf olubdu kitab. Davam edirəm bu kitabı. Bu çox əla bir şeydir. Ehtimalən gəldik kitabın sonuna. Bəli, kitabın sonuna gəlmişik. Son səhifələr ağdır və cildi görürük, cildin cırılmasını görürük. Bu kitab əla kitab olduğu üçün bunu kif kimi, çanta kimi ağzı da var imiş, bağlanırmış. Onu da göstərir bu şəkildə ki, o da cırılıbdır. Kitabın çox işlənməsi. Şirazəni göstərir ki, şirazə göndür, üstünə bir şey yapışdırmayıblar. Çox əla bir vəziyyətdə bu kitabın şirazəsini də görürük ki, neçə yerdən cırılıb və çürüyübdür. Şumarəsi də üstündədir. 1513 də burada görsənir. Ehtimalən o da tarixidir. Kitabın bir də içində xəlvərçini var imiş. O xəlvərçini də burada görsənir. Biz qeydaq kitabın əvvəldən oxumağa başlayaq. Bu kitabı görək ki, nə olur. İndi bu kitabı tanıtmaq üçün üst-üstə yarım saatdan çox vaxt qoymuşuq. Çoxdur. Məncə bu çoxdur ki, bunu azaldaq. Bu qədər olmasın. Kitabın yetişdik. Burada bir yazıdır. Oxumuşduq onu. Getdik bura görək bu nədir? Kitabın oxumasına başlayaq. Dedim, ehtimalən kitabın o başda təzhib ki vardı nəqqaşı. Onun içində Bismillahirrahmanirrahim ya kitabın adı olacaq, amma biz görmürük. Görək ki, bu kitabı 4 sütuna qoyublar. Bu 4 sütunda bir-birlərindən ayrıdır. Bunları nə cür oxuyacaq? Əcəba 4 sütunu beləsi hər sütundan bir dənə beyt oxuyacaq, yoxsa sütunu oxuyacaq gələcək aşağıya. Can quşu cün məntiqi razilakay. Tənrə həmd birlə ağaz ilakay. Ol ki məxluqat xəlaqi dur ol. Ol ki məxluqat xəlaqi dur ol. Andan özga fani ya baqidir ol. Ehtimalən bu cür oxunacaq. Yəni hər 4 sütunda bir-birinin qarşısında gəlir, o cür oxunacaqdır. Bir dəfə də indi sütunların birini oxuyaq, görək ki, məni verir, yoxsa məni vermir onun üzü ilə. Can quşu üçün məntiqi raz ilakay. Sani-i kim çəkdi cünsün-i qələm. Yox, bu deyil. Elə odur. Can quşu üçün məntiqi razilakay. Təngri həmdi birlə ağaz ilakay. Raz ilakay, raz eləyəcəyik. Raz و niyaz. Can quşu cün məntiqi raz ilakay. Can quşu məntiqi ilə raz edəcəyik. Məntiqi tel buradan gəlir da. Yəni quşun tel quş, uçan. Məntiq onun danışmağı. İndi can quşu cün məntiqi raz ilakay. Təngri həmdi birlə ağaz ilakay. Allahın həmdi ilə ağaz ilakay eləyərəm. Ol ki məxluqat xəllaqidir ol. Ol ki, yəni o Allah ki, məxluqların hamısının xəllaqıdır, yaradığıdır. Andan özga fani yo baqidir ol. Andan özga özünə fani yo baqidir ol. Özga fani yo baqidir ol. Ondan özgə, özgə. Andan özgə fani yo baqidir ol. O Allahdan özgə hər nə var fanidir, Allah baqidir. İndi buradan gördük ki, məni düz gəlir, bəs beləsi oxuyacağıq. Məni də eləmirəm, fəqət oxuyacağam, çünki özümdə bu şeydə biraz müşkülüm var, yəni. Sani-i kim çəkdi cünsün-i qələm, afəriniş tərhini qıldı rəqəm, ilakac dair tokuz
افلاکینی قاصراتی فهم دین ادراکینی. Qasir iti fəhmidin idrakini. Anladım ki, bu qasirat mən Qurandan alaraq bir kəlmə olaraq bunu oxudum, amma qasirdir fəhm. Qasir, yəni zoru çatmaz, qusuru var. Zoru çatmaz ki, fəhm eləsin, idrak eləsin. Qasir iti fəhmidin idrakini. Şu kökünü tün gün kükünü tün gün din mülemme iladı. Mehru encimdin müresse iladı. İni gök tirnağıdın kıldı misal. İni gök tırnağıdın kıldı misal. İlgan ol tirnağ bir mağın hilal. Birmaq. İlgan ol tırnaq birmanın hilal. Seyridin gerduniğe saldı istrar. Seyridin gerduniğe saldı istrar. Bir qanın cufida birdi qərar. Bir yüzün yağmur səbdi suyu birlə yudi. Bir yüzün yağmur suyu birlə yudi. Gerdü circi ol yumağdın ok sudi. Gerdü circi ya gerdü circi. Gerdü circi. Circ anlamındadır. Gerdəki toz anlamındadır. Gerdü circi ol yumağdın ok sudi. Axdı suda axdı getdi. Bəhr üzə cəng iladı tofrağdın. Bəhr üzə cəng iladı tofrağdın. Cəng gücün ləngər yasadı tağdın. Qıldı dəryağa buxarın pərdəpuş. Qıldı dəryağa buxarın pərdəpuş. Mehr öttün tuşmasun dip suğa cuş. Mehr öttün tuşmasın dip suğa cuş. آشکار ایلاب عدالت عالمین. یبسده موجود گرت و گوش غمین. پرده نیسان yağmur yığa ol şərəf. Birdi ehtimalən. Birdi pərdə oxudum bunu mən. Birdi Nisan yağmuru yığa ol şərəf. Kim gühər qazğandı bəzlindən sədəf. Durğa birdi ol bəha birlə rəvac. Durğa birdi ol bəha birlə rəvac. Kim sərir əhliğə buldi zibetad. Çün həml din birdi ayini bəhar. Çün həml din birdi ayini bəhar. Buldu ting mizanidin leylu nehar. Tanün nəsimin isi asa eyladı. Tanün nəsimin isi asa eylədi. Bağ ənbatini ihya eylədi. Cilvəgər qıldı çəmən zibaların. Bağ arayıb cixak rə'naların. Bu oxuya bilmirəm bu kəlməni, çünki 3 nöqtə var, 2 dənə haləti çıcı var. Bağ arayıb çiçək
ya xıçaq xı deyir ki, xıçaq rə'naların bilmirəm nə deməkdir. Möhrünü gündüz dərəxşan eylədi. Möhrünü gündüz dərəxşan eylədi. Ayini şəm'i şəbistan eylədi. Hər qəraib kim yapıb səhra ara, andan artıq gör gözüb dəryalara, görküzüb dəryalara. Dəşt ara, dəşt ara hər nitika, tekaver yabar. Bu bir şey yazılıbdı, oxuya bilmirəm əgər biraz gəlsəm üstə. Dəşt ara hər nitika, hər nitika dur ilə bar ya da ilaban. Dəşt ara hər netikadur ilaban, suda yüz ançə şinaverdur ilaban. Suda yüz ançə şinaver ilaban. Cün qoyunini dəşt ara ilandır zub. Çün qoyununu dəşt ara ilanduzub, suda igrimini dağı tulğandırıb. Suda igirmini dağı tulğandırıb. İla kim düşmən yaratıp otqə su. İla kim düşmən yaratıp otqə su. Yeli həm tofraqa ilayib adu. Yeli həm tofraqa eylab adu. Sünidin görgil mundaq tört zid. Sünidin görgil mundaq dört zid. Bulub insan xil'əti damət hed ya dam. Bulub insan xil'ətida müttəhid. Bulub insan xil'ətida müttəhid. Afərinişdin qılıb insan qərəz, ani eylab xəlq içində biəvəz. Xəlq içində biəvəz. Gönglün anın məxzəni irfan qılıb. Gönglün anın məxzəni irfan qılıb. Ol tilis mitrə özün penhan qılıb. Bu şeir devam edir. Uzun gedək ikinci şeirdən başlayırdı ortada. Oradan görək nədir? Nə deyir? Oradan oxuyaq. İndi burada burasını görək ki, indi iki sütun başdan aşağıdır. Başda ortada bir sütunun, iki sütunun yarıbdır, yoxdur. O 3 beyt boyunda onun ucalığıdır. Eni 2 sütun enlilikdadır. Orada şeirin adını yazıb. Münacat-ı qaziyül hacat həzrətida öz təqsiratinin şərməndəliği da və ol din məzəllət tofrağa sərəfkəndəliği da. Yəni bu haqda istəyir bir şeir desin. Görək ki, nələr deyəcək. Münacatdır, Allahla elir öz arasında öz təqsirləri və şərməndəliğin və məzəllətin göstərir. İndi görək ki, burada nə cür oxunacaqdır. Məncə beləsi oxunacaq. Elə o şəkildə ki, orada yazılmışdı, 4 sütunda oxunurdu. Burada 2 sütunda oxunacaq. Gələcək aşağıda 2 sütun, o başdakı, bu başdakı sütun bir-biri ilə oxunacaqdır, yapışacaqdır. Sonra gələcək aşağıda 4 sütun yenə bir oxunacaq. Görək o cür olur. Ya Rəbb, üz halimğə heyran min bəsi. Ya Rəbb, öz halimğə heyran min bəsi. Asi و مست و پریشان میبین بیسی.
O da bisidir, bu da bisi olacaqdır. Bəsi həman. Ya Rəbb, öz halimğə heyran miyin bəsi, asi و مست و پریشان min bəsi. نفس معموری هوا مغلوبیم نفس معموری هوا مغلوبیم صدق مردودی صفا منکوبیم. Həm ola bilər, ola bilər, həm olacaqdır. Nəfs mə'muri hava məğlubi həm, sidq mərdudi səfa mənkubi həm, canimə üsyan meyidin məstılıq. Canimə üsyan meyidin məstılıq, gönlümə fisk əhliğə ba pəstlıq. İndi burada gəldi, o 3 dana qutardı, 3 beyt, gəlir aşağıda 4 danaya keçir. Yüz həva başimğə salıb nəfs-i şum, yüz həva başimğə salıb nəfs-i şum, xeyli şeytan ilaban hər yan hücum, xeyli şeytan ilaban hər yana hücum, eyləban ol xeyli bulğunca xəbər, can و gönlüm keşverin zir و زبر. Bir təəddi bişəligini خوب dib, bir təəddi bişəligini خوب dib, özünü aşiq dib ani məhbub et. Özünü aşiq edib, aşiq dib, özünü aşiq dib ani məhbub et. Hər sitem kim tündü خوبیdən yetib, ol cuyitqac ah ürüb, ürdün getib. Ya beləsi oxunacaqdır. Ateşin ləlidin ot canım ara, ateşin ləlidin ot canım ara, روزگارım zülfü xalidin qara, nöktəsi nütqüm tilin lal ilə yaban, nüktəsi nütqüm tilin lal ilə ban, cilvəsi əqlim ni bihal ilə ban. Vəsl-i hicrin ömrümün ilab ləb təəb, vəsl-i hicrin ömrümürk vəsl-i hicrin ömrümürk ilab təəb, bir din asayiş tapıb bir din təəb. O da ləəb olacaq, amma təəb yazılır. Çünki orada t2 nöqtəsi var. Təəb olacaq elə o da. Vəsl-i hicrin ömrümün ola bilər ehtimalən. Vəsl-i hicrin ömrümük ilab təəb, bir din asayiş tapıb bir din təəb, birdən mənasındadır. Hicran dusi da cami mey içib, hicran dusi da cami mey içib vəsl camin cün tapıb candan geçib. Anqılaban ansız tirgilingi ölüm. Burada kəlmə çox ağırdı, oxuya bilmədim. Anqılaban ansız tirgilingi ölüm. Canə ilab hicrida yüza şəltim. Nə mənə yüza işlətim. Yüz işlətim. Canğa ehtimal olacaqdır. Canğa ilab hicridə üz işlətim. Ani fəhm eylə ya eylab, ani fəhm eylə ya eylab, həyatım din murad. Ani fəhm eylab, həyatım din murad, andın özga kilmayın gönlüm qayad. Şeir görürük ki, çox da
ahənglidir. Mənim bu ləhcəni başarmamağımdan dolayı beləsi. İndi bir ayrı səhifəyə keçirik. Kitabın 13-cü səhifəsində görürük ki, üstdə 2 beyt sətir 4 dənə sütunda gedir. Sonra arada kəsilir və şey olur. 2 aradakı beyt kəsilir. 3 danadan da çox yeri orada bir şey yazılır. Əvvəl onu oxuyaq. Bu nabelarğa Seyyidül Mürselin nə'tibi ilə tuğra tuzmaq və şəfiül məznebin mədhibi ilə zinət görgüzmaq, gözləmək anlamındadır. İndi görək bu səfər üstdən oxuyanda nağıl hardan kəsiləcək, hara keçəcəkdir. Yəni görək ki, bu nədir olur. Ancak kim bulğay beden gididaruh. Ancak kim bulğay beden gididaruh qıl anga ruzi şuhudun ginni futuh cün bu guşga rehlet ağaz olgusi چون bu guşga rehlet ağaz olgusi gülşen asliğe pervaz olgusi kuş teveccüh eylesa uçmak sarı tofrak etsa meyl hem tofrak sarı cün heriş babida gılgunduktur hitap çün her iş babında qılğın kudur xitab tapmağan çağda su alingə cavab sualingə olacaqdır. Sualingə cavab tapmağan çağda sualingə cavab başımı. İndi burada o gedir 2 sətirlər kəsilib, görək ki, harada bu qutaracaq, o birisi geçəcəkdir. Başımə yetgür mini qoyma həzin. Başımə yetgür mini qoyma həzin. Ani kim dipsin şəfiil müznebin. Ani kim dipsin edipsin kimi məsələn. Ani kim dipsin şəfiül müznebin ənbiyai. Aha. Burada bir iş görübdür. İndi mən bunu görmürdüm. İndi oxuyanda, diqqət eləyəndə görürəm ki, o cür bir şeyə rast gəlirik. O müznibindən sonra 2 beytin arasında bir dəndanəli 3 sin kimi bir şey yazıb, amma quyruğun uzaldıbdır. Əvəzinki gətirir aşağıya sin belə yazırıq. Beləsi yazıb qalıbdır. Ehtimalən, yəni burada əlamət qoyub ki, şeir buradan değişir. O adın əvvəldə oxuduğumuzu davam edir. Ənbiya sərxeyli sultan-ı rüsül. Rüsülün altına 3 dənə nöqtə qoyubdur. Fəqət gözəllik üçündür. Çünki məsələn o birislərin sərin də altına, sultanın da altına bu nöqtəni qoyubdur. Zahirən sıların altına 3 nöqtə qoyur ki, o boş görsənməsin. Biraz gözəl görsənsin. Ənbiya sərxeyli sultan-ı rüsül kim örür anın tüfeyli cüzvü kül. Ol ki Adəm din burun ol yar idi. Ol ki Adəm din burun ol yar idi. Həm nəbi həm sahibi əsrar idi. Nuri mevcud afəriniş din burun. Nuri mevcud nuri onun nuri. Nuri mevcud afərinişdin burun kim idi xəlqiqə müddət 6 gün. Kim idi xəlqiqə müddət 6 gün. Qayisi nur ol kim tapıb 100 quru naz. Qayisi nur ol kim tapıb 100 quru naz. Ol gelib məşuq xaliq eşqbaz. Ol gəlib məşuq xaliq eşqbaz. Bi nəhayət yel tapıb haqq din nəzər. Bi nəhayət yel tapıb haqq din nəzər.
تا که حق موجود قلدی بوالبشر رخساری چون توتی جمال بوالبشر رخساری چون توتی جمال çoçəbi ol nuridin tapdi kemal çünkü ol zevvağa buldi müntaqil çünkü ol zevvağa buldi müntaqil zipasidin mehri irdi münfeil şeysinin sabiti vücudi cün vugu. Şeys nə deməkdir bilmirəm. Şeysinin tapdı vücudi cün vugu ol goyaş qıldı cebindin tulu. Cibindin ehtimalen cibindin tulu. Ol goyaş koydu. Ol goyaş qıldı cibindin tulu. Ceybindən. Ceyb cib elə olur. Cibindən tulu elədi. Çıxdı. Gün çıxmağa tulu deyilir. Bardı andın məhrəmi dolin dilbəndiğə. Bardı andın məhrəmi dilbəndiğə. Andın oldu müntəqil farzandiğə. Cəntiğə bilmirəm nə deməkdir cəntiq. Cənnətiğə olacaqdır. Cənnətiğə andın bitişti ol şərəf. Cənnətiğə andın bitişti ol şərəf. Eylə cöhər hüqqəsi qılğat sədəf. Hər biriga bu sifət yetgür diləmək. Hər biriga bu sifət yetgür dilar ta ki Abdullah gəh tapşırdılar. Ta ki Abdullah gəh tapşırdılar. Ol dağı yetgürdü ol dəstur ila. Ol dağı yetgürdü ol dəstur ila. Ta oyu buldu yardıq ol nur ila. Yarmaqdan gəlir. Ta evi də ola bilər əlbəttə. Ta öyü buldu yardıq ol nur ila. Ta ki ol odi din tulu etdi goyaş. Ta ki ol adi ya odi oy. Ta ki ol oydun tulu etdi goyaş ya goyaş eti goyaş arzında ol nübüvvet nuri faş. Tamam. Ta ki ol odidin tulu eti goyaş arzında ol nübüvvet nuri faş. Nur yok kim Hakkı Teala sayesi. Lacerem ati giyaş din mayesi. Lacerem ati ya oti giyaş din mayesi. Tamam. Beləsi devam edir Həzrətə görə. Sonunda yazır or ehtimalen risalet-i faninin o risalet-i faninin engasinin bilen pervaz. Buradan da bu yüzden bir şeyde getir yazısı yazılıp kalanı devamı ol ortada. İki sütunun ortasında ol risalet gafinin o risalet gafinin gaf dağının engası. O risalet gafinin engasinin bilen pervazlığı ve mehbub hakiki vesliğe getip kuş tili bile tekellüm ve hemrazlığı. Buradan indi görək ki, nə deyəcəkdir? Angah hərdəm yüzdürdü ming selam.
Ange her dem yüz durudu ming salam, alemi ehlidin i yevmil qiyam. İyi yevmil alemi ehlidin ila yevmil qiyam. İla olacaqdı, ərəbcə sözdür. İyi yazıbdı, amma bu ila oxunar, ərəbcədir. Alemi ehlidin ila yevmil qiyam. Pak oladî و ashabini qəhəm. پاک اولادی و اصحابینی غهم. sonra خدایی و ahbabin غهم. Gene burada şeir o əlaməti qoyubdur, yəni o bölüm qutardı. Buradan bizə birisi bölüm başlayır ki, dedik o Ənqa dağının quşu onu. Ol gecə kim ol şəhi gərdun məqam. Ol gecə kim ol şəhi gərdun məqam. Kim ani haqq istadi gərdun xəram. Ümməhati hadr sida irdi xoş. Ümməhati hücrəsida xanımlarının, analarının, ümməhat analar olur. Hücrədir da. Ümməhati hücrəsida irdi xoş. Dəhridün işğalidin asudə vəş. Kim yetişti əlğə ruhul əmin. Ərz etib peyğami Rabbil aləmin. İlgida irdi bəraqi bərqi xiz. İlgida irdi bəraqi buraqi bərqi xiz. O bir şeyin adıdır ki, ondan Həzrət Məhəmməd buraq o bir vəsilədir, bir alətdir, indi canlı, cansız, dəmirdən ya hər nədən. Onda Məkkədən Məscid-ül Əqsaya və Məscid-ül Əqsadan da Allahın məhzərinə. İlgida irdi bəraqi bərqi xiz. Bərq anın birlə qıla almay setiz. Bərq sözü 700 il bundan qabaq işlənibdir bizdə. Türkçə olaraq. İndi də bu elektrikə bərq deyirik. İlgida irdi buraqi bərqi xiz. Bərq anın birlə qıla almay setiz. Eyləmay olar, eləməz. Dedi kim ey Təngriqa canın qərib. Cism ilə həm bul ürürsün cün həbib. Rakibi ol kim giltürüb turmin bəraq. Rakib ol kim giltürüb tür min bəraq. Kərdirarın eylə bir firuz taq. Kərdirayın eylə bu firuz taq. Cifəti ehtimalən cifni olacaqdı. Nöqtəsi birdə, amma ola bilər cifəti də olsun. Cifəti şəhraxş üzrə cün möhkəm idi. Cifti şəhraxş üzrə cün möhkəm idi. Hökmi qaydın irkani məlum idi. Tamam, beləsi devam edir. Gedək bir ayrı səhifədən. Bu kitabın 50-ci səhifəsindən bir şeirdən. Burada şeyin altından bir də oxuyaq. Bu nədir bunun adı? Burada bir səhifəyə gəldik, 46-cı səhifədə bir yazı var. Onu bir neçə beytin oxuyaq. Fərqli olduğu üçün gərək kitabı da biraz əyri tutasan ki, oxuyasan. Onu oxuyaq görək. Hüsn lütfi can ara bir tungudung. Bir növ ehtimalən hüsn lütfi can ara yer
hüsnü lütfi can arayır Turguding bir ayak su birle bilkim yonfidik üstteki o da yonfidik olacaktı ama şöyle hüsni salıp duranğa ot ateşin ləlidin amma caniğa ot tapıp ateşgahı eşkin ehli huş yazıbdı huş tapıp ateşgahı eşkin ehli hoş parsa sözünde düz havdkeş parsa sözünde vüz havdkeş qəsr üzə bu şekl ilə tərsa qızı qəsr üzə bu şekl ilə tərsa qızı bel qoyaş eyvanıda İsa qızı. Ehtimalən burada o Məsihi qızı görür. Kim? Şeyx-i Sənan. Şeyx-i Sənan ehtimalən indi eyvanda Məsihi qızı görür, gözəl, bu da yaşlı. İndi görək nə olur. Şeyx indi burada şeiri tərsə yazdı. Kitabı çevirməliyik ki, bu şeiri oxuyaq. Mən bir az çevirim bunu. Əlbəttə neçə şey çevirməliyəm ki, gəlsin, yetişsin. Şeyx gönglü qaçaq qılğac eylə bərq. Şeyx gönlü kaçak qılğac ilə bərq şölə dəryasığa cani buldu qərq əsradı özünü qub istiğfar etib əsradı özünü qub istiğfar etib ağrıda lahulini tekrar etib. Bu devam edir. Bu biz qeydaq bura, gedaq o miniatürün. Burada su tökülübdür. O su tökülənlər təəssüflə dediyim kimi ya da ki o şey aradan gedib. Gedaq bu miniatürün dövrəsində olan yazını oxumağa çalışaq. Görək ki, burada nə gördüm. Orada indi ehtimalən bu cür olacaqdı. Bir mehrab çəkib, məscid çəkibdi. Ya bir ev çəkibdi. İki təbəqədə. Bir oddan qapıda girir o Məsihinin evinə, cəhənnəm. Amma üstdə bir qız pəncərədən baxır, ağappaq, ay parçası kimi. Başının da dalısında bir gün var. Evdə deyil, evin içində deyil. Bu gün, yəni bu qız özü gündür. O anlamdadır. Pərdəni, qırmızı pərdəni çəkib oradan baxır. Bu şeyx də, Şeyx-i Sənan da qoca, əkilmiş, bükülmüş, ağsaqqal bir kişidir. Başında da sufi börkü var belə. Oturub bir yerdə, adamlar da onun dövrəsində. İndi qaidətən bu ev ya bu saray, o qız bu sarayda deyil. O qız öz evindədir. Bu da şagirdlərinin, muridlərinin içindədir. Muridlərin biraz oturubdur fərş üzərində. Bu da oturubdur döşək üzərində. İki dənə əlbəttə burada böyük şeyx görsənir ki, bir-birlərinə qarşı oturublar. Döşəkləri fərqlidir. Danışırlar bir-birləri ilə. O birisi adamlar da oturublar burada qulaq asırlar. Və bir iddə adamlar da ehtimalən əlləri hörmətən bu cürsü durublar. Bir nəfər də yerdə qəşq eləyibdir. O da qocadır. Hamısı üst-üstə bunlar 40 yaşdan üstədirlər. Hamısı, yəni bu nəqqaşda olanlar. İndi görək bu nəqqaşının haqqında, bu miniatürün haqqında nə yazıb? Barcə dəhrə əhliqə
Barca dəhr əhliğə bu matəm səra, Gedürüb anın əzasıda qəra, Geydürüb anın əzasıda qəra, Şeyx məzlum giriftar nəhif, Tuşmakan iş başiğə, tuşkan zəif. Başıma iş gəlməzsə, tuşmakan, yəni düşsə iş başığa, başıma iş düşsə, tuşkan zəif, onda zəif düşərsən. Başıma iş gələndən sonra da iş gəlib də zəif oldun. Eşq zalim zülmüdün, zaru nizar. Eşq zalim zülmüdün, zalim eşqin zülmündən, zaru nezar, dir toprağında, dir toprağıda yatıp, toprağıda yatıp xaru nizar. Eşq yaqıb çeşmila caniğə ot. Eşq yaqıb çeşmila caniğə ot, küfr salıb din o imaniğə ot. Burada indi ortada o ulduzun dövrəsində bir yaz var. Gəh mütəkif deyri, gəh sakini məscid. Gəh mütəkifi deyrəmü, gəh sakini məscid. Yəni ki, tura mi tələbəm xanə be xanə. Bu şeir kimləndir? Bu şeir Moləvi həzrətlərindəndir. Bunu gətiribdi şeirin ortasında yazıbdı farsca. Gəh mütəkifi deyrəmü, gəh sakini məscid. Yəni ki, tura mi tələbəm xanə be xanə. Bu şeirin üst bölümünü oxuduq. İndi burada bir yazı yazıbdı. Kitabın o dedik məscid kimi, məscidin günbəzinin dövrəsində ya qapısının dövrəsində yazırlar. Görək onu oxuya bilirik. برسم کتابخانه خاقان الاعظم الاکرم الاعدل الخاقان ابن خاقان الخاقان ابوالفتح Məhəmməd Bahadurxan Xəlladullah. Tamam, burada kitabın əvvəl adını yazaq, elədik. Burada cəlib imiş. Mən bunu, kitabın adı Məntiqi Ət-Teyri Nəvai. Əlişir Nəvaidə, yəni əslində. Və burada o evin başında gəlibdi o məscidin dövrəsində kim yazıb buranı, kim düzəldibdi. Ehtimalən bu ola bilər ki, əslən bu bir miniatür, doğru miniatür olsun. Yəni doğru bir evdən, bir halətdən o miniatür çəkilsin, onun üstündə də belə yazılmış olsun. Amma ola da bilər ki, bu təxəyyülü bir evdir. Çəkibdi. İndi burada çağı yazaq. Kimin çağında? Bu çox önəmlidir. Rəsmi. İndi bu kitabxana yazıb özü. Yəni bu doğrudandır. Yəni bu şey ki görürük biz burada saray deyil. Bu bir kitabxanadır. Amma kitabxananın gözəlliyinə baxın. Yəni yerdə fərş var, döşəklər vardı böyüklər üçün. İnsanlar orada otururlar. Bir də insanlar orada ehtimalən bunlar da dolaşırlar. Amma görək, bir də buranı oxuyaq. Bu əks doğrudandır. Yəni bu bunu göstərir ki, bu miniatür doğrudandır. Rəsmi kitabxane Xaqanul Əzəm Əl-Əkrəm Əl-Ədəl Əl-Xaqan ibn Xaqan Əl-Xaqan Əbülfət. Xaqan, indi biz bunu yazsaq, şərəf biləsi yazaq. Biz bunu yazaq. Xaqan Əbülfət Məhəmməd Bahadurxan Xəlladallah Teala mülkəhu və sultanəhu və əfazə aləl aləminə birrəhu və ihsanəhu fi tarixi. Tarixini də yazıbdır. Cəlibdir, bunu da gördük. Tarix. Harda düzəldi bu kitabxananı? Cəlibdir. Kitabxananın tarixini yazır. Fi tarixi sənəyi sittinə və tis'ə. Burada bir şey. Sittinə və tis'ə. Bu kəlməni oxuya bilsəm, Əsdəra Buxaradır.
O Buxaradır. Tis'a. Sittine ve tis'a. Seneyi sitte. O sene değil. Fi tarihi sittine sitte ve tis'a. Okey. Tis'a okuduk. Tapdım. Pes oldu. Fi tarihi sitte sittine ve tis'a. Tarihin yazaq burada əvvəl abı şeyini yazaq. Tarihi sittəti sittin, sittə və sittin beləsi. Sittəti və sittin və tis'a. Bu və həm o sitteylə və sittinin və həm də tis'a'nin ortasında olduğu üçün sittə və sittin bir-birinin üstündə yazılıbdır. Sittə üstə onun altında sittin. Sonra bunların və bunun qarşısında sonra tis'a və tis'a mi'ə. Burada bir dənə bir kəlmə də yazıbdır. Buxara oxunur amma bir də Əsəd var. Bu Əsəd nə anlamdadır? Əsədi Buxara. Ya da Sədri Buxara da ola bilər. Məhəllə adı ola bilər. İndi bu kitabı 966-da yazıbdır. Yəni kitabxana 966-da 966 Hicridə kitabxana tikilmiş və təkmil olmuş. Tamam, bunu tapdıq. Bu çox önəmli bir tarixdir. Sittə sittinə və tis'a. 966-da bu kitabxana Buxarada şey olubdur. Bunu biz oxuduq. Aşağısında da bir, indi aşağıda o kitabxananın ikinci bölümüdür. Kaşilər görürük burada. Yəni fərşi olan yerdə bir də adamlar oturublar, bəhs elirlər, bəllidir. Burada əlləri açıqdır, bir neçə adamın bir-birinin əli açıqdır. Hərəsində əlbəttə bir bölgü vardır, bu bölgülərin bir anlamı var. Mən bu anlamları bilmirəm. Əcəba bunu əks edən bir şey versək, miniatür bizə bu bölgülərin anlamını deyərmi, nədir? Çünki bunlar özləri bir, bəzisi ustaddır, bəzisi sufidir. Bunları bizə desə çox gözəl olar. Gedək buradan, görək ki, biz bunu versək bu bölgülərə görə. Fəqət bölgülərə görə soruşacağım. Çünki qalanın bir də orada Əsədi şey eləyəcəyəm. Əbcədlə oxumağı deyəcəyəm. Bunu mənə də əbcədlə oxusun. Tamam, bu oldu. İndi əvvəl bu Əsəd əbcədlə neçə olur? Bu əbcədi, bunu yaza eyni halda mən gedim buradan. Bu birisini götürüm. Yox, bu deyil. Bu Əsəd ona deyil. Çünki bu oldu 65. İndi gedək buradan bu əksi gətirək, verək bura. Bu miniatürdə insanların fərqli bölgləri papaqları var. Bu papaqların anlamı nə ola bilir? Bunu yazdı ki, bu üstləşin əvvəlki sualımızı yazdı 64'dür. 65 olacaq. Əlbəttə cəm niyə 64 yazıbdı? Özü 61 bəlavə 60 bəlavə 65 olar, yazıb 64. Bu
kompüter belə iştibahlar eləyə bilir. Görürsünüz ki, yəni bir dənə sadə cəmdə yazıb 1 b əlavəyə 60 b əlavəyə 4 64 olmaz, 65 olar. Tamam. Burada bir əsəd kəlməsi mən gördüm, amma əcəba o əsəddir, əsəd deyil. Bunu təsəmmiə Buxara, sədri Buxara da ola bilər. Əsəd Buxara da ola bilər. Əsəd Buxara da ola bilər. Səddül Buxara da ola bilər. Yəni əlif lam oradan hesab olsa, buna Səddül Buxara deyə bilərik. Məhəllə adı olar. Görürüm ki, qeydim bura. Əsədi dedi, amma burada görək icazə versə. Nədən icazə vermiş? O birisi gəldi onlara. Tamam, görək bölüşlərə görə nə deyir. Sonra onu eləyə bilsək, ona oxuyarıq, yadımızda olsa. Bu əla və zəngin miniatür klassik Osmanlı ya da Səfəvi dövrünün sufi məclislərini, özəlliklə də təriqət əhlini və şeyxlərin huzurunu təsvir edir. Oxumayıbdı təsviri, yalandan deyir. Çünki təsvirin üstünə yazıb kitabxana. Oxuya bilməyib ya da. Miniatür sənətində böyük papaq yalnız bir geyim deyil, bir insanın ictimai məqamını, təriqətini, rütbəsini və hətta ruhi dərəcəsini göstərən ən önəmli rəmzidir. Bu təsvirdəki fərqli papaqların təsəvvüfi və ictimai anlamlarını belə açıqlaya biləriz. Buna görə ki, anlayaq nə deyir, bir iş görəcəyəm. Bu papaqları burada görək. Tamam. Papaqlara görə oxuyacaq, burada papaqları da görək. Tamam, hamının papağı görsəndi. Həm papaqlar, həm də aşağıda şeir görsəndi. Bəli, mütləqa tarix boyunca 6... bu hara gəldi? Niyə gəldi bura? Tamam. Bu əla və zəngin miniatür oxuduq orasın. Üst məclisdəki taclar, şeyxlər və pirlər. Bu üstdəki məclis deyir üstdə. Orada oturublar, bəhs edirlər, danışırlar. Ortada da bir qab var. O qab da bir sembol ola bilər. Nə mənədir? İçində yeməli zad ola bilər. Bəlkə. Üst məclisdəki taclar, şeyxlər və tac deyir bunlara. Birinin tacı əmmamə kimidir. Ortada bir qırmızı yumrusu gedir üstə. Beləsi. Birininki sarıdır gedir üstə. Birininki düzdür. Düz gedir üstə. Birininki biraz əyilir gedir üstə. Yəni aşağısı əmmamənin üstündə aşağıda biraz gendir. Sonra biraz nazikləşir. Gedir burada qurtarır. Məclisin yuxarı baş güşəsində əyləşən böyük təsəvvüf ustadlarının papaqları ən diqqət çəkənlərdir. Sırama köklü və qırmızı uclu sırama köklü, sırama yəni kökü, kök bilirsiniz də aşağısı, yəni önəmli yer. Sırama əmmamə desək. Sırama köklü və qırmızı uclu taclar. Divan bölümündə, divan dövlət. Divan bölümündə iləşən bəzi pirlərin papaqlarının tam ortasında qırmızı ya da rəngli bir dikim yuxarı doğru uzanır. Yuxarı doğru uzanır. Bu sufizmidə tac-ı şərif olaraq bilinir. Bəs dedi ki, rəngləri biraz o yüz ola bilər, qırmızı və ayrı rənglərdə də ola bilər. Amma tac-ı şərif olaraq bilinir. Papağın dikliyi və yanında olan sarığın dolamaları, sarıq ki başın dövrəsinə dolayıbdır, o şəxsin hansı təriqətin, məsələn xəlvətidir, Mövləvidir, Bəqdaşidir, ya Nəqşbəndidir, şeyxi olduğunun rəmzlərindəndir. Allah Allah.
sarımağı nə cür sarıyır? Sarımağın özü. Hindistanda bu çox rayicdir. Mən bir Sikh ilə işləyirdim bir zaman. Bunların dinlərinin adı Sikhdir. Özü də bilgi anlamınadır. Yəni türkçədə anlamı bu kəlmənin yaxşı gəlmir. Amma Hindistanda bir din adıdır, bir inanc adıdır və bilgi anlamına gəlir. Bu əmmaməsi var bunların bilirsiniz. Erkəklərin başının tükü gərək görsənməyə. Saqqalları da çox uzun saxlayırlar. Nənədən doğandan ta ölünəcən saxlayırlar. Zahirən başlarının tükünü də saxlayırlar. Bu da buna görə ki, həm görünməsin ehtimalən, həm də təmiz olsun deyə bunu da yağla, müqəddəs yağla bunu da darırlar. Buradan gətirirlər, qoyurlar saqqala, başın tükünə qatırlar. Bu əmmamənin altında, bu papağın altında gizlədirlər. Orada mən gördüm ki, bu iki cürə parçanı bir-birinə bir məxsus düyünlür ki, o böyüklükdə bir əmmamə olur. Hər halda. Bəs deyir ki, bu rəmzi, amma görək nə yiyəcəkdir? Müqəddəs odun. Ehtimalən bu ortada o şey ki, mən dedim, bu bir yemək olacaqdır. Aşağıda bir dənə də güyüm var. Müqəddəs odun, orada bir od var. Müqəddəs odun şölənin önündəkilər. Burada bir şölə, aha, o müqəddəs şölənin ki, mən deyirdim, üstdə bir qız oturubdur, ora cəhənnəmə gedir. Orada deyir, bir şölə var, bir od var. Eşq olacaq orası, cəhənnəm deyil. Müqəddəs odun şölənin önündəkilər. Məcmərə, onu gördük, məcmərəni gördük, ehtimalən. Ya da ocağın önündə əyləşən zatların ağ sarığı üzərindəki fərqli rənglər, rəngli börklər onların tövbə qapısında hidayət edən mürşid məqamında olduqlarını göstərir. Bunlar o od, müqəddəs od ki deyir orada, onun şey eləyib də rəmzidir. Onun yanında oturublar, bunların böyükləri də onu göstərir ki, bunlar tövbə qapısı, bunlar ora tövbə qapısıdır. Orta məclisdəki müridlər və dərvişlər. O deyək ki, bir-birlərindən danışırlar. Bəşirliğa iləşən orta təbəqədəki insanların papaqları daha sadədir. Əlbəttə, bunların da sarığı var bəzisinin sarığı var, ortasında bir abısı var, bəzisinin sarığı var, ortasında bir çöhrayı rəngidə bir papaq kimi bir şey var, amma kiçikdirlər bunlar. Bunlar şey deyirəm, kiçikdir. Bəzisi bir sarı papaq, qıf kimi bir sarı papaq qoyub başına, bəzisi qıf kimi yox, Osmanlı dövründə raic olan papaqlardan qoyubdu. Ki, elə o da qıf kimi görünür, amma burası bir ayrı rəngdir, onu qoyub başına. Bunları da görürük bu ikinci bölümdə. Kök köhnə ya da sadə keçə börkülər. Bu iki dana şey görürük, onlar keçə börküdür. Dedim, qıf kimidir burada, o keçədir. Keçə börkülər bahar və yaşıl rəngləri. Bahar və yaşıl rəngləri. Mən burada bahar, yaşıl görmürəm. Ona görə bir danası ola bilər, yaşıl ola. Bu papaqlar ümumiyyətlə təriqətdə mərhələşə keçən müridlərə və saliklərə aiddir. Papağın üzərində böyük sarığın olmaması onların hənuz şeyx məqamına çatmadıqlarını, elm və sülük təhsil etdiklərini bildirir. Bu birinci adamdır, o yaşıl giyibdir, paltarı yaşıldır. Ona deyirmiş. Bahar və yaşıl rənglər, bəli. Yaşıl rəngləri. Bunun papağı keçədəndir, bəllidir. Və deyir ki, bu ümumiyyətlə təriqətdə mərhələ keçən müridlərə və saliklərə aiddir. Papağın üzərində böyük sarığın olmaması yoxdur, əsla yoxdur. Onların hənuz şeyx məqamına çatmadıqlarını, elm və sülük təhsil etdiklərini bildirir. Külah şəklində olanlar, külah şəklində, yəni külah dedim, biraz Osmanlı dövründə bu videolarda görürük, vəzirlər, zadlar qoyurlar başlarına, məmulən paşalar yəni, o bölg. Amma burada rəngi qırmızıdır.
Külah şəklində olanlar bilgi və hikməti təmsil edən sadə külahlardır. Bu da bilgini göstərir. Tamam, bunu da biraz öyrəndik. O birislər sarığı olanlara amma demədi. Görək nə dedik. Alt qatdakı xidmətkarlar və məclisə yeni gələnlər. Bunların bölüşləri elə üstdəkilərə taydı. Yəni ikisi üstdəkilərə taydı. Sarıqları var, ortasında abı, ortasında sarı, ya zeytuni, ya yaşıl var. Birinin də papağının ortasında abıdır, amma xətləri var. Belə tikə tikiliblər bir-birinə. Birinin də bu tərəfdə yaşılı yenə zeytunidir, sarıqları var bunların. Alt qatdakı xidmətkarlar və məclislər. Təsvirin aşağındakı ayaq üstə duran və yerdə yıxılan şəxsin ətrafını saran insanların bölüşləri isə çox müxtəlifdir. Sadə ağ əmmamələr və dəftəri papaqlar. Bu insanlar məclisin intizamını saxlayan xidmətkarlar, katiblər və ya da dünyəvi məqamlardan məclisə ziyarətə gələn kişilərdir. Yerdə yıxılan şəxs, üzərində yaşıl xirqəsi olan və yerdə yıxılan, papağı başında düşmək üzərə olan bu zat ehtimalən təsəvvüfi bir cəzəbə, ruhani və vəcd və sima halındadır. Papağın yana əyilməsi ya da düşməsi dünyəvi ağılın itməsini və ruhun həqqə bağlanmasını təsvir edir. Xülasə-i kəlam, miniatürdəki bu papaq fərqləri məclisdəki mürşidlər, müridlər, xidmətkarlar etibarını və təriqətlərin sufi dünyasındakı düzənini göstərən gözəl bir tənzimdir. Himmətli nəzəriz ilə baxdığınızda bu papaqların hər bir dolamı ruhi bir məqamı ifadə edir. Allah Allah. Aşağısını da oxuyaq şeirin. Əşq aratıb vəli ağzı qurub. Əşq arayatıb. Əşq arayatıb vəli ağzı ya da ağrı qurub. Göngülü ötü şöyle ağzıdın ürüb. Eşq ilə ruzgari hem qara tün xudilab yok gobarın hem qara. Tamam. Gedək bu kitabın 100-cü səhifəsinə. 100-cidə tövhid deyə bir bəhs başlanır. Görək ki, bu o xətti harda qoyubdu. Burada qoymayıbdı. O birçilərdə ayıranda bir xətt qoyurdu. O xəttdən biz ayrılırdıq və görürdük ki, nə var. Amma buradan buranı keçək, hekayəti oxuyaq. İkilik bu yolda əhvallıq durur. İkilik bu yolda əhvallılıq durur. Sirri vəhdəttin müəttəllik durur. Biraz qabaqdan oxusaymışıq, bəlkə fərqli olarmış, amma oxuduq hər halda. Buldu cün mənsur tövhididir. Bəst ya pəst. Buldu cün mənsur tövhidi dərbəst. Dür pust aman. Buldu cün mənsur tövhididir. Püst. Kim ənəl haq irdi əlfazi da cüst. Küp nəsihət qıldılar ərbabidin, kim bu irmaz şiveyi əhli yəqin, küp bilük əhliğə kəşf olub bu hal. Küp bilük suluk olacaqdı ehtimalən bu. Küp suluk əhliğə kəşf olub bu hal. Həm ədəb əsrabdur, həm ədəb əsrab durur, həm etidal. Sin dağı bu dəvi izhar ilə. Sin dağı bu dəvi izhar ilə. Nəfsini
eylar ehtimalən ilam da olur. İlamə eylar olacaqdır. Sindağı bu dəvi izhar ilar, nəfsini mustaucib dar ilar, مسترق چون شمیس اردی جانکام مسترق چون شمیش مسترق چون شمش اردی جانکام yok idi bu nəğmədin anga yok idi bu nəğmədin aram anga bir gün vaqe irdi türfe hal herdem merdum il tür irdi ani bu xiyal herdem il tür irdi ani bu xiyal kim Resulullah qəbulğac bu məqam kim buraqin iladı gərdun xaram yeti birlik cevheridin tacanga buldu vəhdət payəsi miracanga قاب قوسین اوجی حاصل ایلادی بی مع الله قربی واصل ایلادی لی مع الله قربی واصل ایلادی bu خطاب olğanda tengridin nesib bu xitap olğanda tengridin nesib kim kaming dur istay ey Habib istemek istay. Gedək kitabın son səhifəsinə. Burada biz bir calib sonra deyərəm bunu əgər şey olsa. Kitabın son şeirlərini oxuyaq. Yəni görək ki, yəni son səhifəni başdan ayağa oxuyaq. Qalanı budur. Ədli bestanidə 100 xeyli tuyur. Ədli bestanidə 100 xeyli tuyur görməsinlər nəzm پاشیدن فتور حکم نافذ تا ابد دوران آرا حکم نافذ تا ابد دوران آرا انقیاد emri انیس و جان آرا دولتinin düşməni xeylu müti baricə əfv xəlqini eylab şəfi ənbiya sərxeyli bədha saridin eylakan Yasrib meyl izhar din. İndi bunu biraz yekəldə oxuya bilək. Çünki Aydad. Burada bir şey deyir ki bu nəzm tarixi güftari və üzinin istifai və istiqsari. Tarixin deyəcək burada bu kitabı ha zaman yazıbdı. Biz orada məscidin tarixini gördük. İndi görək bu harda yazıbdı. Kitabxananın üzrəm, orada kitabxananın tarixini gördük. Amma burada bil 960 irdi dağı turt. Bil 960 irdi dağı turt. 960. Burada 966'da o kitabxana tikilibdi. Nədirsə burada amma bu şeir şeydə yazılıbdı. Yazının tarixi son səhifədə. Dokuz yüz 70 ola bilər ehtimalən 970 70 olacaqdı. 970 Hicri 970 irdi dağı turt 970 irdi dağı turt kim olusning köngli ka saldı bu ürt o törttü bir də
1970 irdi dağı Türk. Kim ulusning göngliga saldı bu ürt. Hem bu tarih itre kim kıldım şuru. İhtitamığa dağı buldu vuku. Tamam. Bu 970'te şeiri yazmağa başlayıbdı. Bir de oxusaq bunu kamil deyir ki 1970 irdi dağı Türk. Dağı Türk nə deməkdir? Türk nə deməkdir bilmirəm. Kim ulusunun göngliga saldı bu ürt. Türk, ürt. Ki ulusunun, millətinin gönlünə saldı bu otu, ürtü, ürt. Hem bu tarih içrə kim qıldım şuru, bu tarihin içində deyib başladım yazmağa, ixtitamığa dağı buldu vuku. Elə həman tarixdə də ixtitam qutardı. Bu kitabın yazılma tarixi bu beləsi oldu. Bir iki ay ilə kim didim dərs dürüst. Bir iki ay ilə kim didim dürüst, yuqarı İraq şərhini qıldım nəxust. Geçə kim hər şuğlidin məzul edim. Geçə kim 2 ayda bu şeiri deyir yazmışam. Geçə kim hər şuğlidin məzul edim. 1-2 saat munqa məşğul edim. 1-2 saat bunda deyir ki, gündə bundan məşğul edim. Çünki bu yıllık ihtimam ettim tamam. Bu yenilik, tazalıq, bu taza. Çünkü bu yenilik ihtimam ettim tamam. İbtidasiğe satıştı ihtitam. Satıştı satışmaq, yetişmək ihtimalen. İbtidasiğe satıştı ihtitam. Ya Rabbiş bu türfe şuxu dilferib. Ya Rabbiş bu türfe şuxi dilferib. Kim anın vəslin mənqa qıldın nəsib. İl gözüyle dağı məhbub ilə gil. İl millət. El həman. İl gözüyle dağı məhbub ilə kıl. Barca xatırlarğa mərğub ilə kıl. Gərçə məqsudiğə mübhəmdür bəyan. Quş tilin il əhli güngli ka qılğıl əyan. Qış tilin əhli güngli ka qılğıl əyan. Kim andın hasıl olsa müddəa. Lütf edib fanini həm qılsa dua. Allah Teala sənə rəhmət eləsin, ruhunu şad eləsin. Lütf edib fanini həm qılsa dua. Eyliyə anın həm duasın müstəcab. İginmərning əlidin əlğıl hicab. Bunu oxuya bilmədim. İginmərning əlidin əlğıl hicab. İginmər ehtimalen ilgilənənlərin İginmərnin ilgilənlərinin əlindən hicab alınsın. Beləsi mən düşünürəm, amma təbima buşsa xəta birlə zələl. Tüşsa. Təbima tüşsa xəta birlə zələl. Kilkima səhv oldu irsa ya xilal. Lütf ilə ya Rəb ki ya barın əfv qıl. Lütf ilə ya Rəb ki barın əfv qıl. Namə əmal din həm məhv qıl. Hər pərişan söz ki yazdım ya Kərim. Barcedin estağfirullahul azim. Tamam, kitap kurtardı. Allah Teala
bu Əli Əmir Əli Şirinəvaini və onun bu kitabı yazanları, köməklik edənləri, hər kəs hər nə onun ki, bu kitabın o gündən bu günə yazılmasına, saxlamasına yardım eləyibdi və bu gün bizim əlimizə çatıbdı və mən bunu oxuyuram. Buna köməklik edibdi. Allah hamısının ruhunu şad eləsin, yerlərini cənnət eləsin, özlərini bağışlasın. Çünki böyük bizə bir yadigar buraxıblar. Bu yadigar tüm insanlığa yetişir, tək mənə yetişmir. Çox gözəldir. Allah onlara rəhmət eləsin, mənim atama da rəhmət eləsin. Ruhu şad olsun. El-Fatiha. Bismillahirrahmanirrahim. Allah Taala bu kitabı yazanlar, buna köməklik eləyənlər, hər cürə köməklik eləyənlər, bunu saxlayanlar, bizim əlimizə yetişdirənlər və hab elə mənim də atama rəhmət eləsin, ruhlarını şad eləsin. Bu Fatihənin və bu kitabı oxumağın, bu kitabı tanımağın, bu kitabı tanıtdırmağın əgər bir faydası, bir savabı olmuş olsa, onların ruhlarına ihsan olsun. Onların ruhlarını bizə duaqu eləsin inşallah. Mən fikir edirəm ki, 2 saatı doldurmuşuq. 1 saat 51 dəqiqədir. Ayrı kitab açmağa imkanımız olmayacaqdır. Elə burada bu kitabla bugünkü proqramı qutaraq və beləliklə Allah ömür verirsə bir ayrı gün, bir ayrı kitabla tanış olarıq və türk müsəlmanların yaratdığı, yazdığı, saxladıqları və bizə yetirdikləri düşüncələrlə tanış olub, özümüzə qayıdıb, bilməliyik ki, onlar o düşüncələrlə dünya imperatorluğu qurublar, dünyada böyük güc olublar və böyük yer qazanıblar. O halda ki, biz onlardan uzaqlaşdığımız üçün keçən 250 ildə tamam hökumətlərimizi əldən vermişik, tamam torpaqlarımızı əldən vermişik və işğal altına girmişik. Və bu bizim bir şeydən qırılmağımızı göstərir, bir şeyi əldən verməyimizi göstərir, bir şeydə boş olduğumuzu göstərir, bir şeydə özümüzü itirdiyimizi və özgələrə bağlandığımızı göstərir. Bugünkü biz əgər müsəlmanlar qaçqın düşürlər, əgər o birisi məmləkətlərdə yaşamağa qaçırlar, köçürlər, əgər fəqirdə, fəlakətdə yaşırlar, bunun hamısı bizim özümüzü itirməkdən və düşmənə qul olmaqdan gəlir. Hər nə qədər biz batılılara və Məsihi dünyasına bağlanaq, o qədər kasıblayacağıq. O qədər bir-birimizlə savaşacağıq, o qədər savaşacağıq və öləcəyik. Təkcə yol budur ki, biz qayıdaq özümüzə və bilək ki, güclənməklə və özümüzə qayıtmaqladır ki, eləyə bilərik, öz ayağımız üstə duraq, rifahımız gəlsin yerinə, dövlətlərimiz güclü olsun, torpaqlarımız ölərimizdə olsun, işğaldan qutaraq dövlətimiz, öz dövlətimiz olsun və eləyə bilək, yenidən bir gözə çevirək rifah, əmniyyət, asayiş, indi o birisi dünyadan bizə köçsünlər, yəni məsihlər bizə köçsünlər. Necə ki, əskilərdə belə idi. Əskilərdə Məsihi dünyasından, Yəhudi dünyasından hər yerdə savaş çıxırdı, biz onlara qucaq açırdıq. Onlar gəlirdi bizə, bir aclıq düşürdü, biz onlara pul verirdik. Binəvayan filminə baxın, kitabını oxuyun, İngilistanın 400-300 il bundan qabaqın görün. Aclıq, fəqr, fəlakət, bugünkü İslam dünyasının bir çox yerin onlar yaşırdılar. Amma 300 ilin içində nə oldu? Biz onların vəzinə düşdük, onlar bizim vəzimizə. Burada bir şey dəyişir. Bir şey biz əldən veririk, onlar bir şey əldə edirlər. Bizim bir şeyimizi onlar alırlar, sərvətləşirlər və biz onların fəqrini yaşırıq. Sağ olun, sağ qalın.